Oğuz'un evin üstüne çıktığı yerdi var. Yine bir maşın getdi çıxdı evin üstüne. Paytaxtın Xətai rayonunda qəribə yol nəqliyyat hadisəsi baş verib. Hadisə İnqilab İsmailov küçəsində qeydə alınıb. Məlumata görə idarəetmədən çıxan minik avtomobili yol kənarındakı fərdi evin damına çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarının kobudcasına pozan yük avtomobilinin sürücüsü qəzaya səbəb olub. Hadisəyə dair görüntülər zərər çəkmiş avtomobilin video qeydiyyat cihazı tərəfindən lentə alınıb. Məlum olub ki, Qazel markalı yük avtomobilinin sürücüsü birdən-birə 3 zolaq dəyişərək qəfil dönmə hərəkəti edib. Nəticədə həmin avtomobil öz yolu ilə gedən minik avtomobili ilə toqquşub. Xoşbəxtlikdən avtomobillərə ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.